Dəfnə yarpağı çayı xüsusilə ənənəvi tibbdə tez-tez istifadə edilən bitki çayıdır və bir çox potensial sağlamlıq faydaları təklif edir. Dəfnə yarpağı çayının bəzi faydaları bunlardır. 1. Həzm sistemi sağlamlığı. Mədəni sakitləşdirir və həzmi dəstəkləyir. Karminativ təsir göstərir və şişkinliyi azaldır. Həzmsizlik, mədə ağrıları və kramplara yaxşı gəlir. 2. İmmunitet sistemini gücləndirir. Antioksidan xüsusiyyətləri ilə immunitet sistemini dəstəkləyir. Xəstəliklərdən qoruyur və sağalma prosesini sürətləndirə bilər. 3. Stres və narahatlığı aradan qaldıran. Rahatlaşdırıcı təsiri sayəsində zehni sakitlik təmin edir. Yuxusuzluğa yaxşı gələ bilər. 4. İltihab əleyhinə təsirlər. Orqanizmdə iltihab əleyhinə təsir göstərir. Revmatizm və artrit kimi ağrılı vəziyyəti rahatlaşdıra bilər. 5. Qan şəkərini tənzimləyir. Bu, diabet riskini azaltmağa və qan şəkərinin səviyyəsini tarazlaşdırmağa kömək edə bilər. 6. Tənəffüs yollarına faydaları. Bronxit, soyuqdəymə və qrip əlamətlərini aradan qaldırır. Boğazı sakitləşdirir və bəlğəmgətirici təsir göstərir. 7. Dəri sağlamlığı. Tərkibindəki antioksidantlar dərini təmizləyir və parlaqlıq verir. Sızanaq və qara nöqtə kimi problemləri azalda bilər. 8. Qan təzyiqi tənzimləyicisi. Yüksək qan təzyiqini tarazlaya bilir. Necə hazırlanır? 1. Bir stəkan qaynar suya 3-4 quru dəfnə yarpağı əlavə edin. 2. 5-10 dəqiqə dəmləyin. 3. Süzün və isti istehlak edin. Diqqət, hamilə qadınlar, süd verən analar və xroniki xəstəlikləri olanlar dəfnə yarpağı çayı içməzdən əvvəl həkimə müraciət etməlidirlər.